Tarix, xalqların taleyini dəyişən qərarların verildiyi günlərlə yadda qalır. Həmin günlər yalnız bir dövrü deyil, bütöv bir gələcəyi formalaşdıra bilir. Azərbaycanın müasir tarixində belə dönüş nöqtələrindən biri 1993-cü ilin 15 iyun tarixində ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və bundan sonra başlanan yeni siyasi mərhələdir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində ağır sınaqlarla üz-üzə idi. Siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər, hakimiyyət böhranı və vətəndaş müharibəsi təhlükəsi ölkəni çıxılmaz vəziyyətə salmışdı. Belə bir mürəkkəb dövrdə xalq öz müdrik oğlunu, ümummilli lider Heydər Əliyevi təkidlə Bakıya çağırdı. Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya qayıdışı dövlətçiliyin qorunması və sabitliyin bərpası istiqamətində yeni ümidlərin başlanğıcı oldu. Xalqımız dahi liderin ətrafında sıx birləşərək ölkəni xaos və parçalanmaq təhlükəsindən qurtardı. Məhz bu tarixi qayıdış və xalq lider birliyi müstəqil Azərbaycanın möhkəm təməlini qoydu. Mən Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm və bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram. Mən ömrümün bundan qalan hissəsini harda olursa olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcək. 1993-cü ilin ikinci yarısından etibarən ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində ardıcıl addımlar atıldı. Dövlət institutlarının fəaliyyəti bərpa edildi, idarəetmə sistemi təkmilləşdirildi, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. 1994-cü ilin mayında atəşkəsin əldə olunması regionda yeni mərhələnin başlanğıcını qoydu. Həmin ilin sentyabrında imzalanan və əsrin müqaviləsi kimi tarixə düşən neft sazişi isə Azərbaycanın iqtisadi inkişaf yolunu müəyyənləşdirən əsas hadisələrdən biri oldu. Əslində Heydər Əliyev Azərbaycan xalqını nədən qurtardı? Parçalanmadan qurtardı, vətəndaş müharibəsindən qurtardı, qardaş qırğından qurtardı və beləliklə Azərbaycan dövlətinin inkişafı, Azərbaycan dövlətinin bir dövlət kimi formalaşması 1993-cü ildən başladı. Və təbii ki, dövlətin ən ağırlı məsələsi Qarabağ məsələsidir və Heydər Əliyev bu istiqamətdə mümkün olanları etdi. Sonrakı illərdə əldə olunan siyasi sabitlik ölkənin inkişafı üçün möhkəm zəmin yaratdı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, iqtisadi imkanları genişləndi, dövlət quruculuğu prosesi yeni mərhələyə yüksəldi. Azərbaycanın müstəqilliyini qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçi gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi, iqtisadi və hərbi inkişaf strategiyası bugün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun olaraq yeni müstəvidə uğurla davam etdirilir, təkmilləşdirilir və nəticə etibarilə Azərbaycanın hərtərəfli tərəqqisi, o cümlədən ərazi bütövlüyünün bərpası ilə nəticələnib. Vaxtilə Nadir Şah itirilən Azərbaycan torpaqlarını geri aldı və bundan 300 il keçirdi. Azərbaycan tarixində ilk dəfə olaraq İlham Əliyev cənabları Azərbaycanın işğal olan bütün torpaqlarını azad etdi və 1923-cü ildə yaradılan Dağlıq Qarabağ adlı bədnam qurumu tarixdən sildi. Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliğini bərpa etdi və bugün Azərbaycan dünyanın ən xoşbəxt, ən güclü dövlətlərindən biridir. Vaxtilə
Avropa dövlətləri Azərbaycana münasibətdə qeyri-səmimidirsə, bu gün az qala Avropa dövlətlərinin 16-sına Azərbaycan enerji ötürür, neft və qaz ötürür. Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkəmiz yeni hədəflərə, uğurlara doğru inamla addımlayır. Milli dövlətçiliyimizin qorunması və inkişafı istiqamətində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uzaqgörən siyasət məhz bu gün Azərbaycanın güclü, müstəqil və qalib bir dövlət olaraq regional və qlobal miqyasda söz sahibinin çevrilməsinin əsasında dayanır. Müstəqillik əldə edən ölkə, xalq, milli azadlığını əldə edən xalq öz xoşbaxtlığına gəlir çatır. Ancaq müstəqilliyi əldə etmək böyük nailiyyət olduğu kimi onu yaşatmaq və əbədi etmək ondan da böyük nailiyyətdir və ondan da çətin bir işdir.